2026-cı ildə arzunuzu çin etmək istəyirsinizsə 31 dekabrdan 1 yanvar gecəsində pəncərə önünə güzgü qoyursunuz. Güzgünün önünə əgər pul əskinası qoyursunuzsa, bu sizin ruzu bərəkətinizin birinci növbədə iş maddesal kanalınızın açılması deməkdir. Əgər üzük qoyursunuzsa, ailə xoşbəxtliyiniz üçündür. Şəkər tozu qoyursunuzsa, rahat və belə deyim də, xoşbəxt həyatınızı yaşamağınız üçündür. Hər şeyin rahat şəkildə sizə doğru gəlişi üçün kanalı aktivləşdirirsiniz. Düyü qoyursunuzsa, ruzu bərəkətinizin artımının, qalığının güclənməsi üçündür, arzularınız üçün. Duz qoyursunuzsa, təmizlik, negativliyin bloklanması və həyatınızın harmoniyada olması üçündür. Açar qoyursunuzsa, mal, mülk, maşınla əlaqədar nə arzunuz varsa, onun gerçəkləşməsi üçündür. Bunu mütləq edirsiniz. Əmin olun ki, etdiyiniz, belə deyim də, əks etmədi, özümə tez bir zamana doğru gəlmədi. 2026-cı ildə arzunuzu tez bir zamanda reallaşdırırsınız. Bunu etdikdən sonra sözlər kommentlərdə olacaq. Həmin sözləri bacarırsınızsa 7 dəfə təkrarlayın. Gecə 31 dekabrdan 1 yanvar keçəsində sizin 2026-cı ilə doğru arzularınızı tam aktivləşdirin.